Dərd. Çoxdan bəri yaxşı bir usta kimi tanınmış və bütün Qalsinskaya Vostunda ən yaş bir adam olan Dülger Grigori Petrov xəstə qarısını Zemstov xəstəxanasına aparırdı. O 30 verst yol getməli idi. Yol isə çox əzətli yol idi. Poçt arabaları bu yolu çox çətinliklə getdikləri halda tənbəl Dülger Grigori nə edə bilərdi? Qarşıdan əsən kəskin soyuq külək onun lap üzünə çıxmırdı. Qar duman kimi havanı bürümüşdü. Onun göydənmi yağdığını, ya yerdənmi göyə sovrulduğunu ayırt etmək olmurdu. Çöl teleqraf dirəkləri, meşə qar dumanı içərisində gözdən itmişdi. Külək şiddətlə Grigorinin üzünə vurduqda heç atın başı da görünmürdü. Qoca arıqyabı gücbala kirşəni dartıb çəkirdi. Onun bütün qüvvəsi ayağını qalın qarın içindən çəkib çıxarmağa və başını tərpətməyə sərf olunurdu. Dülgər tələsirdi. O rahat halda qalxıb oturur, atın belini qamçılayırdı. Matriona, ağlama, deyə mızıldanırdı. Azca döz, Allah qoysa xəstəxanaya çatarıq. Sənin bu ağrın bir anda Pavel İvaniç sənə bir damcı dərman verər. Ya qan almağa əmr edər. Ya da əgər məsləhət bilərsə, spirtlə səni ovuşdurarlar. O, böyründən yox olar. Pavel İvaniç çalışacaq. Çığıracaq, ayağını yerə döyəcək, amma çalışacaq. Çox yaxşı ağadır. Xoşrəftardır. Allah ona can sağlığı versin. Biz çatan kimi əvvəlcə öz otağından çıxacaq. Sorğu-suala başlayacaqdır. Necə? Nə üçün belə olub? Deyə çığıracaq. Nə üçün vaxtında gəlməmisən? Mən də axı adamam. Elə səhərdən axşama kimi sizinlə məşğul olum. Nə üçün bu səhər gəlməmisən? Çıx get. Elə get ki, izin tozun görünməsin. Sabah gələrsən. Onda mən deyəcəm ki, cənab həkim, Pavel İvaniç, zat ailələri. Ay səni yoxulasan. Bir yerisən. Məlun. Dülgər atları qamçılayır və qarıya baxmadan öz-özünə mızıldanırdı. Zat ailələri, vallah düz deyirəm. Səhər lap alaqaranlıqdan çıxmışam. Əgər Allah qəzəblənib belə bir çoğun göndəribsə, mən haradan vaxtında gəlib çata bilərdim? Özünüz görürsünüz də, ən yaxşı at da vaxtında gəlib çata bilməzdi. O ki, belə bir yabı olsun. Özünüz görürsünüz də, bu at deyil, Allahın bəlasıdır. Pavel İvaniç də qaşqabağını söküb çığıracaq. Mən sizi tanıyıram. Həmişə bəhanə tapırsınız. Xüsusən Qrişka sən. Mən səni çoxdan tanıyıram. Yəqin 5 dəfə meyxanaya getmisən. Mən də ona deyəcəyəm. Zat hələləri, mən qulduram, ya kafirəm belə şey eləyim. Qarı can üstədir. Ölür. Belə vaxtda da meyxanaya getmək olar. Siz nə deyirsiniz? Meyxanaları görüm viranə qalsın. Onda Pavel İvaniç səni xəstəxanaya aparmağa əmr edəcək. Mən isə onun ayaqlarına düşüb deyəcəyəm. Pavel İvaniç, zat ailələri, sizə çox-çox təşəkkür edirəm. Bizi bağışlayın. Biz axmağıq, qanmazıq. Biz mujikləri məzəmmət eləməyin. Bizi döyüb qovmaq lazımdır. Amma siz narahat olursunuz. Əziyyət çəkirsiniz. Çəkmələriniz qara bulaşır. Pavel İvaniç isə adamı vurmaq istəyirmiş kimi baxacaq və deyəcəkdir. Ay axmaq, ayaqlarıma düşməkdənsə yaxşı olardı ki, araq içməyəydin. Qarıya yazığın gələydi. Səni çubuqla dönmək lazımdır. Pavel İvaniç, doğrudan da məni çubuqla dönmək lazımdır. Vallah dönmək lazımdır. Siz bizə belə yaxşılıq eləyirsiniz. Bir ata kimi dərdimizə qalırsınız. Sizin ayağınıza necə düşməyə bilərik? Zat ailələri, vallah doğru deyirəm. Başımız üstə Allah var. Sizi aldatsam, lap onda üzümə tüpürün. Matrionam sağalan kimi, ayaq üstə duran kimi, nə əmr etsəniz, sizin xətriniz üçün hamısını yerinə yetirərəm. Karelya, qayın ağacından papiros qabı istəsəniz, papiros qabı, kroket istəsəniz, kroket üçün şar istəsəniz, şar. Kagaliya desəniz, kagaliya. Özü də lap əlasını, lap əcnəbilərdə olan kimi. Sizin üçün hər şey edərəm. Sizdən bircə qəpik də almaram. Moskvada belə papiros qabı üçün sizdən 4 manat alardılar. Amma mən bircə qəpik də almaram. Həkim güləcək və deyəcək ki, yaxşı, yaxşı, görürəm. Amma heyif ki, sən əyyaşsan. Mən qarı. Ağalarla yola getməyin qaydasını bilirəm. Elə bir ağa tapa bilməzsən ki, mən onunla dil tapıb danışa bilməyim. Ancaq Allah eləsin ki, yolu azmayaq. Zəhmar, hey soğurur, ha. Adamın gözünə doldurur. Dülgər elə hey mızıldanırdı. O öz dərdini azca da olsa yüngülləşdirmək üçün ağzına gələni danışırdı. Danışmağa söz çoxdur. Lakin fikirlər və sualları bundan da çoxdur. Dülgəri birdən-birə dərs bürüdü. İndi o heç özünə gəlib düşünə bilmirdi. O indiyə qədər dərd, sevinç bilmədən sərxoşluq içində özünü unudaraq
qayğısız bir həyat keçirmişdi. İndi isə birdən ürəyində dəhşətli bir izdirab hiss edirdi. Bu qayğısız, tənbəl, bu əyyaş adam birdən-birə işlə məşğul olan, qayğıkeş, tələsən və hətta təbiətlə mübarizə edən bir adam oldu. Dülgərin yadına düşdü ki, bu dərd dünən axşamdan başlamışdır. Dünən axşam həmişə olduğu kimi sərxoş halda evə qayıtdıqda və adəti üzrə söyüb söylənməyə, əl-qolunu ölçməyə başladıqda, qarı qalmaqalçı ərinə heç bir zaman baxmadığı bir qərzlə baxırdı. Adətən onun sönük gözlərinin ifadəsi çox döyülüb az yal verilən itlərin gözü kimi olardı. Bu gözlər ağır bir izdirab və mülayimlik ifadə edərdi. İndi isə qarı ikonalarda təsvir edilən müqəddəs adamlar ya da ölü kimi hərəkətsiz baxırdı. Dülgərin dərdi də bu qəribə, bu pis gözlərin baxışı ilə başlandı. O təşvişə düşərək qonşudan xahiş edib kirşə aldı. İndi isə Pavel İvaniçin paraşoklar və mərhəmlər vasitəsilə qarının əvvəlki baxışlarını özünə qaytara biləcəyi ümidi ilə onu xəstəxanaya aparırdı. Matriona, sən deyə mızıldandı. Pavel İvaniç soruşsa ki, mən səni döymüşəm, ya yox, de ki, yox, döyməyib. Mən də bundan sonra səni döyməyəcəyəm. Bax bu xaç haqqı. Məgər mən səni acığımdan döyürdüm? Yox, elə belə, boş yerə döyürdüm. Mənim sənə yazığım gəlir, başqasının heç vecinə gəlməzdi. Amma mən görürsən ki, səni aparıram, çalışıram. Külək də elə sovurur, ha? Allah məsləhət sənindir. Bircə yolu azmayaydıq. Böyrün yenə ağrıyır. Matriona, nə üçün demirsən? Soruşuram ki, böyrün yenə ağrıyır. Qarının üzünə yağan qarın əriməməsi ona qəribə göründü. Onun sifəti uzanmış, mum kimi saralmışdı və ciddi bir şəkil almışdı. Bu özü də çox qəribə idi. Ay axmaq, deyə Dülgər mızıldandı. Mən sözün düzünü deyirəm. Başımızın üstü Allah var. Amma sən, ay axmaq, acığın tutarsa, səni heç Pavel İvaniçin yanına aparmaram. Durarsan, səni heç Pavel İvaniçin yanına aparmaram. Dülgər cüluvları buraxdı və fikrə getdi. O qarının sifətinə baxmağa cəsarət etmirdi. Bu dəhşətli bir şey idi. Ona sual verib cavab almamaq da dəhşətli idi. Nəhayət, o qeyri-müəyyənlikdən xilas olmaq üçün qarıya baxmadan onun soyuq əlindən tutub qaldırdı. Əli bir parça ət kimi yanına düşdü. Deməli ki, ölüdür. Gör nə işə düşdüm. Dülgər ağladı. Onun qarıya çox da yazıq gəlmirdi. Düşdüyü vəziyyət onu darıxdırırdı. O fikirləşirdi. Bu dünyada hər şey nə tez başa gəlir. Dərdi yenicə başlayırdı ki, fəlakət özünü göstərdi. Qarısı ilə hələ doyunca yaşamamışdı. Ürəyinin sözünü ona deməmişdi. Ona rəhm etməmişdi. Amma o öldü. O, qarısı ilə 40 il yaşamışdı. Lakin bu 40 il elə bir yuxu içində gəlib keçmişdi. Sərxoşluq, davadalaş və ehtiyac içərisində həyat hiss edilməmişdi. Qarı da elə bil qəsdən ərinin ona yazığı gəldiyini, onsuz yaşaya bilməyəcəyini, onun qarşısında çox günahkar olduğunu hiss etməyə başladığı vaxt öldü. Dülgər keçən günləri xatırlamağa başladı. Axı o dilənçilik eləyirdi. Mən özüm onu adamlardan çörək diləməyə göndərirdim. Ancaq o axmaq onca ildə gərək yaşayaydı. Yoxsa o elə güman edər ki, mən doğrudan da pis adamam. Pərverdigara, mən axı haraya gedirəm? İndi onu müalicə etdirmək yox, bastırmaq lazımdır. Dala qayıt. Dülgər kirşəni dala döndərdi və var qüvvəsi ilə atı qamçıladı. Yol getdikcə pisləşirdi. Çoğundan indi heç xamıtı da görmək olmurdu. Kirşə hərdən cavan küknar ağacının üstündən aşıb keçir, budaqlar Dülgərin əlini cızır, gözlərinin qabağını tuturdu. Sonra yenə hər şey ağarır və sovrulurdu. Dülgər düşünərək öz-özünə dedi. Yenidən yaşaya bilsəydim, 40 il bundan əvvəl Matriona cavan, gözəl, şən bir qız idi. Özü də dövlətli bir ailədəndir. Qriqori Petroviç yaxşı usta olduğu üçün Matrionanı ona ərə vermişdilər. Yaxşı yaşamaq üçün hər cür şərait var idi. Lakin o toydan sonra bərk içdi. Yıxılıb peçin üstünə yatdı. O gündən bəri də sanki heç ayılmadı. Toy onun yadında idi. Lakin toydan sonra nə olduğu heç yadına gəlmirdi. Ancaq içdiyini, yatdığını, dalaşdığını bilirdi. Beləliklə 40 il hədər getdi. Ağ qar dumanı yavaş-yavaş bozarmağa başladı. Hava qaralırdı. Birdən Dülgər öz-özünə dedi. Mən hara gedirəm? Onu bastırmaq lazımdır. Amma mən xəstəxanaya gedirəm. Başıma hava gəlib nədir?
Dülgər yenə də geri dönüb atı qamçıladı. Ya bu var qüvvəsini toplayaraq fınxıra-fınxıra yorta-yorta qaçırdı. Digər Dülgər qamçını bir-birinin ardınca atın belinə vururdu. Dal tərəfdən taqqıltı eşidilirdi. O geri dönüb baxmasa da bilirdi ki, bu ölünün başıdır. Kirşəyə dəyib taqqıldayır. Hava getdikcə qaralır, külək qılınc kimi kəsirdi. Yenidən yaşaya bilsəydim, deyə Dülgər düşünürdü. Yeni alətlər düzəldə bilsəydim, sifarişlər qəbul etsəydim, pulları qarıya verərdim. Bəli, kilovlar onun əlindən yerə düşdü. Onları axtardı, qaldırmaq istədi, lakin qaldıra bilmədi. Əlləri hərəkət etmirdi. Heç təfavütü yoxdur. At özü gedəcək, yolu tanıyır. İndi yatsaydım pis olmazdı, sonra baş qarışacaq. Bir yandan qarını bastırmaq, bir yandan hüzür, yas, vaxt olmayacaq. Yatsaydım pis olmazdı. Dülgər gözlərini yumub mürgüləməyə başladı. Biraz keçdikdən sonra atın dayandığını hiss etdi. Gözlərini açıb qarşısında daxmaya və tayaya oxşar qara bir şey gördü. Kirşədən düşüb haraya gəlib çıxdığını bilmək lazımdı. Lakin canını elə təmbəlik basmışdı ki, soyuqdan donmağı yerindən tərpənməkdən üstün tutdu və sakit bir halda yuxuya getdi. Divarları rənglənmiş böyük bir otaqda oyandı. Pəncərədən içəri parlaq gün işığı düşmüşdü. Dülgər qarşısında bir neçə adam gördü və ilk əvvəl özünü mötəbər, abırlı bir adam kimi göstərmək istədi. Qardaşlar, dedi, keşişə xəbər vermək lazımdır. Qarnının üstündə dua oxusun. Kim isə onun sözünü kəsərək dedi. Yaxşı, yaxşı, uzan. Dülgər həkimi qarşısında görüb təəccübləndi. Əzizim, Pavel İvaniç, zat həllələri. Yerindən sıçrayıb özünü həkimin ayaqları altına atmaq istədi. Lakin qollarının və ayaqlarının sözünə baxmadığını hiss etdi. Zat həllələri, bəs mənim ayaqlarım hanı? Qollarım hanı? Qolların və ayaqların getdi işinə. Don vurub. Bəsdir, bəsdir. Niyə ağlayırsan? Allaha şükür xeyli ömür sürmüsən. Yəqin ki 60-a çatmısan. Bu sənə kifayətdir. Bəs mənim dərdim? Zat həllələri, mənim dərdim var axı. Bağışlayın, 5-6 ildə yaşasaydım. Nə üçün? At başqasınındır, vermək lazımdır. Qarnı bastırmaq lazımdır. Bu dünyada hər şey necə tez başa çatır. Zat həllələri, Pavel İvaniç, Karelya, qayın ağacından yaxşı bir papros qabı, yaxşı bir kroket. Həkim əlini yelləyərək otaqdan çıxdı. Dülgərin işi bitmişdi. Son.